Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağlayıb. Gözaltı, Qafqaz Infoya istinadən xəbər verir. 1. Elmira Axundova, 3000 manat. 2. Qəşəm Nəcəfzadə, 1050 manat. 3. Kəramət Böyükçöl, 4500 manat. 4. Kamal Abdulla, 2500 manat. 5. Bəhram Bağırzadə, 9100 manat. Siyahıda adı olan Kəramət Böyükçöl isə onu tənqid edənlərə cavab verib. Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80-50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan 8-ci gün və Əlqəmə romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm. Yerdə 3600 manat qalır. Nazirlik mənə havayı pul verməyib, kitabımı alıb. Yəni o siyahıda nə qədər yazıçıların, nəşriyyatların, naşirlərin adı var. Amma bütün saytlar başlığa mənim və atamın adını çıxarır. Çünki bu məsələni cəmiyyətə başqa cür maraqlı eləmək mümkün deyil. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.